Salam. Yeni bir video dərslikdə xoş gördüm sizləri. Bu günləri biz 1S-də ambarların yaradılmasını və nomenklatura qruplarının yaradılmasını öyrənəcəyik. İlk öncə nomenklatura nə olduğunu izah edim. Nomenklatura adlandırma deməkdir. Məsələn, mallar, materiallar, hazır məhsullar və s. Bunlar nomenklatura adlanır 1S-də. Nomenklatura qruplarının yaradılmasını bugün izah edəcəm. Növbəti video dərsliyimizdə isə nomenklaturaların özlərinin yaranmasını izah edəcəm. Bir növ kontragentlərlə eynidir bunların yaradılması. İndi gəlin keçək dərsimizə. İlk öncə ambarları yaradaq, daha sonra nomenklatura qruplarını yaradaq. Proqramımızı açırıq. Deməli, yoldaşlar, ambarlara keçid etmək üçün bir neçə qısa yollar var. Məsələn, satın almada məlumat kitablarının altında da var ambarlar. Satışda var. Ambarlar bölməsində var. İstehsalatda var. Və yuxarıda müəssisə bölməsində ambarlar, saxlanma yerləri deyə belə bir bölməmiz var. Ambarlar real olaraq, yəni bizim istifadə etdiyimiz saxlanma yerləridir. Yəni xəyali ambarlar deyil bunlar. Real olaraq hansı ambarlardan istifadə ediriksə, proqramda da o cür adlandırmalıyıq. Məsələn, mal material ambarı, hazır məhsul ambarı və s. Gəlin indi hər hansı bir yerdən keçid edək. Məsələn, ambarlardan keçid edirik. Qarşımıza belə bir pəncərə gəlir. İlk ambarımızı yaradırıq. Əlavə et düyməsinə sıxırıq. Adını istəyir. Burada birinci ambarımız əsas ambar. Adı əlavə etdik. Məhsul şəxs. Məhsul şəxs, yəni ambardar, baş ambardar hansıdırsa onu qeyd etməlisiniz. Mən buradan xəyali olaraq Əliyev Nazim Hacıoğlunu seçirəm. Ambar növü topdan satış. Olduğu kimi qalsın. Şərh bölməsini istəsəz yaza da bilərsiniz. Şöbə mütləq seçilməlidir. Buradan ambar şöbəsini seçirik. Baxın, adı, məhsul şəxsi və şöbəsi. Bu qədər sadədir. Yazmaq deyirik. Gördüyünüz kimi əsas ambarımız yarandı. Digər ambarı yaratmaq üçün mütləq OK düyməsini vurun. Çünki bu təsdiqlənsin. Daha sonra əlavə edin. Yox, əgər elə etməsəz, mövcud seçimi dəyişdirəcəksiniz. İkinci ambarımızı yaradaq. Mal material ambarı. Gəlirik. Adını atırıq. Məhsul şəxsi Əliyev Nazim Hacıoğlu xəyali olaraq seçirik. Şöbə, ambar şöbəsini seçib təsdiq edirik. Daha sonra üçüncü ambarımızı da yaradaq. Əsas vəsait ambarı. Əlavə et deyirik. Adını əlavə edirik. Məhsul şəxsi seçib şöbəmizi ambar şöbəsinə daxil edirik və yazmaq deyib OK deyərək təsdiqləyirik. Bəli, yoldaşlar, ambarlar hazırdır. Əsas ambar, əsas vəsait ambarı, mal material ambarı. Sizdə bunlar müxtəlif də ola bilər, çox da ola bilər, az da ola bilər. Yəni, özünüzə uyğun nədirsə, bu ambarları yaradacaqsınız. İndi isə gəlin, keçək nomenklatura qruplarının yaradaq. Nomenklatura qruplarını yaratmaq üçün gəlirik. Yenə də nomenklatura məlumat kitablarından. Bu da bir çox yerdə ola bilər. Belə deyək, hansı
bölmələr ki, sıx əlaqədədir, o bölmələrdə qısa yolları məlumat kitablarında qeyd olunub. Gəlirik. Burada məsələn müəssisədə də var. Mallar, nomenklatura deyib bu pəncərəyə daxil oluruq. Bunu da yaratmaq çox sadədir. İlk öncə dediyim kimi bugün qrupları yaradacağıq. Növbəti video dərsliyimizdə isə nomenklaturaların özlərini yaradacağıq. Qrupu yaratmaq üçün qovluq üstəgəl işarəsinə vururuq. Qısa yolu Ctrl F9-dur. Yaradılmağı çox sadədir. Sadəcə adlarını qeyd edirik. Məsələn, birinci mallar yazmaq OK deyirik. Üzr istəyirəm. Qovluğu vurub ikinci material yazmaq OK deyirik. Üçüncü hazır məhsul yazmaq OK deyirik. Dördüncü əsas vəsait yazmaq. Baxın, yazmaq dedik, əsas vəsaiti yaratdı. İndi biz, məsələn, digərini OK demədən bunun üzərinə vursaq, məsələn, qeyri-maddi, aktiv yazmaq desək, baxın, əsas vəsaiti dəyişdi, qeyri-maddi, aktiv deyə qrup yaratdı. Ona görə birinci OK deyirik, daha sonra yenidən əsas vəsaiti yaratmaq üçün qovluğun üzərində əlavə et deyib, adını yazırıq, yazmaq OK deyirik. Və sonda xidmət bölməmizi də yaradaq. Bu qədər yoldaşlar. Nomenklatura qruplarımız da hazırdır. Ambarlarımız da hazırdır. Bir şey diqqətinizə çatdırım ki, bu nomenklatura qrupları ambar deyil. Bu sadəcə adlandırmadır. Yəni, qruplaşdırmadır. Məsələn, hazır məhsulları bir qruplaşdırır, əsas vəsaitləri bir qruplaşdırır, qeyri-maddi aktivləri bir qruplaşdırır. Yəni, bizim gördüyümüz işləri asanlaşdırmaqdan ötürü belə bir qruplaşdırmadan istifadə edirik. Ambarla nomenklaturanı qarışdırmayın. Ambar ayrıdır, nomenklatura ayrıdır. Bu günlük bu qədər yoldaşlar. Növbəti video dərslikdə nomenklaturaların özlərinin yaradılmasına izah edəcəm. Növbəti video dərslikdə görüşmək ümidi ilə videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Hələlik salamat qalın.